8 Mart Beynəlxalq Qadınlar Günündə əsl yaz havası yaşanacaq. Milli Hidrometeorologiya Xidmətindən kanalımıza bildirilib ki, sabah Bakıda və Abşeronda havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı, cənub-qərb küləyinin gündüz şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Temperatur gecə 4-8, gündüz 13-18 dərəcə isti, atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət isə 50-55% olacaq. Naxçıvanda və Azərbaycanın əksər rayonlarında da sabah yağıntı gözlənilmir. Arabir duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə qədər isti, gündüz 10-15 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.